Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Bugün sizlə ən sevdiyim şirniyyatı təqdim eləmək istəyirəm. Rus dilində podsolnichny paxlava, yox, podsolnichny xalva, Azərbaycan dilində xalva, günəş xalvası. Talış dilində, düz deyərəm inşallah, şimşkə xalvu. Elə mən valla, elə deyil, sən lütçü öz dilində danış. Valla, talışca çox sözləri bilirəm, amma Azərbaycanca niyə bilmirəm. Bir də uzun sözləri deyə bilmirəm. Əslində sinif nümayəndəsi olmuşam, ay dostlar. Sizcə nədəndir, mən bilmirəm. Ola bilsin, yaşadıqlarım yəni elə eləyib. Bir dənə dadına baxım. Ən sevdiyim şimşkə xalva. Kim mənim kimi sevir bu xalvanı?